26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Konstitusiya və Suverenlik ili çərçivəsində Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt və Bakı şəhərlərində yerləşən Qubadlıdan olan 14 şəhidin abidə və abidə kompleksləri ziyarət olunub. Ziyarət zamanı şəhid ailələri, Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov, icra hakimiyyətinin məsul şəxsləri, İnzibati ərazi dairəsi nümayəndəlikləri, vətən müharibəsi iştirakçıları, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidələrinin önünə gül dəstələri qoyublar. Çıxış edən Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər barədə məlumat verib. O, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində atdığı mühüm addımlardan, Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasından və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Qeyd olunub ki, 44 günlük vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa edib. Müharibədə Qubadlı rayonundan 300-ə yaxın sakin könüllü olaraq iştirak edib, 12 nəfər şəhid olub, 60-dan çox qazimiz isə sağlamlığını itirib. 25 oktyabr 2020-ci ildə Qubadlı rayonu işğaldan azad olunub. Tədbirdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına bayram münasibətilə təbriklər çatdırılıb, şəhidlərə Allahdan rəhmət, qazilərimizə şəfa arzulanıb.